Baxıram ki, bəzi müştərilər elə fikirləşir ki, bizdə onlayn satışdır. Xeyr, bizdə mağazadır. Məhsullara gəlib yenində baxıb əldə edə bilərsiniz. Bundan əvvəlki videolarda təndir səbəti ilə bağlı danışdım. Təndir səbətinin setka hissəsi paslanmaz metaldır. Qalın nejaveyka paslanmaz metaldır. Alt gözündəki tava isə Kınava firmasının qalın belə tavasıdır ki, yəni çox keyfiyyətlidir. Burada təndirdə və rus peçində, rus peçi dediyim də bu yumrulardır ki, hansı ki bunun gözləri çıxar, onun içərisinə salıb təndir kimi istifadə etmək olur. Təndirdə bunun üzərinə toyuq, balıq, tikə olsun, istədiyiniz ət məhsulları yığa bilərsiniz. Alt hissəsində su tökülür ki, su buxarlandıqca həm pişən ətlər daha yumşaq olsun, həm də tava sıradan çıxmasın. Hansı müştərilərimiz ki, məsafə onlara uzaq gəlir, mağazamız Saray qəsəbəsində yerləşir, bildiyiniz kimi Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksi var. MTK-nın sonuncu binası bitən kimi sağda Sarayın taxta bazarıdır, inşaat bazarıdır deyilir. Həmin bazarın içərisində fəaliyyət göstərir. O davamlı materiallar mağazası. Mağazamızda belə fərqli kürə peçinə, təndirə aid belə şiş qabları olsun, belə çirpə aksesuarlar olsun, manqal lampası olsun, manqala aid aksesuarlar olsun, kebab çəkən bıçaqlar olsun, belə fərqli naxışlarda, gözəlliklərdə, saxsı qazanları olsun, o davamlı lakı olsun, fərqli 2 cürə, o davamlı kraskası olsun, manqal üçün, şişlər olsun, fərqli maşalar olsun, belə fərqli şiş qabları olsun ki, bütün bu məhsullar mağazamızda satışdadır. Gəlib yəni bu məhsulları yerində baxıb da əldə edə bilərsiniz. Hansı ki, sınmayan, xırda həcmli yüklərdir. Onları da kargo vasitəsilə Bakının müxtəlif yerlərinə, harca 30-35-ə yaxın kargonun filialları var ki, həmin filiallara 5 kiloqrama qədər yüklərdirsə, onları cəmi 3 manata, bəzi məhsullar var ki, onların qiymətlərində 1-2 manata fərq olur. Çünki bəzi məhsullar var ki, biz onları əlavə qablaşdırılmasında, əlavə materiallardan istifadə edirik. Onda qiymət yeyəyəm ki, 3 manat yox, 4-5 manat ola bilir. Baxır məhsulun belə deyək də növündən. Normalda yəni xırda həcmli yükləri, misal üçün bu təndir səbətinin çəkisi 5 kiloqramı keçmir. Bunu cəmi 3 manata Bakının müxtəlif yerlərinə, bir 30-35-ə yaxın Bakı ərazisində kargonun filialları var ki, həmin filiallara, əksər rayonlara isə cəmi 4 manata məhz bu məhsulu çatdırılma edə bilir. Olar ki, məhsulun çəkisi 5 kiloqramdan artıq olar, deyəlim ki, 7 kilo olar, o zaman deyəlim ki, 3 manat yox, 5 manata, misal üçün Bakı ərazisinə, rayonlardırsa isə 7 manata deyəlim ki, çatdırılma eləmək mümkündür. Yəni sizə də əgər belə sifarişləriniz varsa, xırda həcmli, sınmayan sifarişləriniz varsa, bizə sifarişlərinizi verə bilərsiniz. Çox sərfəli qiymətə sizlər üçün də bu məhsulları çatdıraq.